Səbuy qardaşın əlindən maşınını almışam. Nə prosesi? Kisələnmə. Kisələnmə. Bunun içində 20 dənə nə var? Nə iş görürsün? Mən işləməliyim, qardaş. Getdik. Salam olsun kənd adamlarına və şəhərdə oturub kənd adamını maraqla izləyənlərə. Bilirəm ki, videolarımız xoşunuza gəlir. Bəyənin, paylaşın və şərhlərinizi yazın. Bu dəfə Ağdaş rayonundayam. Rayon ərazisindən keçən Türgənçayın üzərindəki körpünü velosipedlə keçirəm, gedirəm maraqlı bir məkanı sizə göstərməyə. Mənə dedilər ki, burada Binələr kəndində həm quşçuluq, həm də iri, xırda buynuzlu heyvanlar üçün yem istehsallayan bir fabrik var. Mən də eləmə tənbəllik dedim, gedim görüm bu yem necə hazırlanır. Fabrikdə nə fabrik? Maşallah, nə boyda ərazisi var imiş. İstehsalat rəyəsini tapdım və söhbət əsnasında öyrəndim ki, burada 40-dan çox çeşiddə yem istehsalı və satışı həyata keçirilir. Sən demə, ölkənin dörd bir yanında satış şəbəkələri də var. Bundan başqa xaricə məhsul da ixrac edirlər. Kənd adamı olaraq birinci dəfədir ki, yem fabrikindəyəm. Qardaşın da bax, görsən köynəyində yazılıb Ağdaş yem fabriki. Ay Pərvin, mən buradan heç nə başa düşmürəm. Hamısı rəqəmlər, nə bilim, diaqramlar. Sən bir izah elə görün nə deməkdir? Proses birinci başlayır xam malların qəbulundan ilk növbədə. Yəni silodan 2000 ton tutuma malik olan 16 ədəd bizim söz bunkerlərimiz var ki, orada dənli bitkilər saxlanılır. Məsələn, hansı dənli bitkilər? Qardığalı, buğda, arpa, bu dənli bitkilər hər biri çeşidlərinə uyğun olaraq silolara bölünür. Və oradan silolardan bizə xam mallar qəbul olunur. Hazırda gördüyünüz qarşısında da yazılıb da burada görsən. Məsələn, buğda, broiler. Broiler. Broiler yemləri üçün istifadə olunan buğdanı qəbul edilir. Deməli, buradakı yem quşçuluq təsərrüfatlarına gedir. Resept dəyərlərinə uyğun olaraq bu sistem avtomatik olaraq çəkir xam malları. Maraqlı. Xam mallar çəkildikdən sonra... Yəni kilosunu müəyyənləşdirir. Bəli. Üydürdükdən sonra mikserdə yem əlavələri və yağla həmən xam mallar qarışdırılır. Bəli, həmən yemlər müəyyən olunmuş temperatur aralığında 75-dir deyəsən, orada 75 görürəm. 70-95 dərəcə aralığında hər bir yemin özünün xüsusi bişmə temperaturu var ki, oralıqda bişirildikdən sonra həmən yemlər sonra soğuducuda soğudulur, yem soğuducudan boşalır və çeşidlərinə uyğun olaraq hazır məhsul silolarına alınır. Yaxşı, bundan sonra paketləmə baş verir. Bax, orada paketləmə prosesi gedir. Sonra bəli, həmən məhsullar paketlənir, 40 kilolara paketlənir. Sonra satışa göndərilir. Satışa göndərilir. Çox vacib işlə məşğul olursunuz. İşiniz avanda olsun. İş demişkən, ay Pərvin, gəl bura görüm qadan alım. Ən vacib bilsən nədir? Mən işləməliyim, qardaş. Orada qardaşlar işləyirlər maskada. Mənim də maskam var. Qapıda mənə sətəmi izah eləyəndə verdilər maskanı. Papağı da dəyişirəm. Əlcək də var. Əlcək də var, bəli. Səsim gəlir, səsim. Əsas məsələ. İndi biz gedirik hara? Kisələnmə prosesinə. Nə prosesi? Kisələnmə. Kisələnmə. Bəli, Kisələnmə prosesi. Burada paketləmə işi gedir. Yorulmayasan, qardaş. Ora taxırsan. Bir dənə göstər, zəhmət olmaz. Keçirdin. Özü gedir ora. Saxlayın. Bir dənə baxın da. Dayan. Arkası tarix yazır, tarix. Tarix yazılır ha. Bunun içində nə qədərdir? 40 kilo. 40 kilo. Bu 60 gün saxlamaq olar ha. Bilinəcək ki, bunu mən eləmişəm. Buradan getdi ora. Bir gündə nə az nə çox 600 tondan çox heyvan və quş yemi istehsal olunur burada. Zarafat deyil ha. Salam əleykum. Necəsiz? Heyvan təsərrüfatı olanlar yaxşı bilir ki, məhsuldarlığın əsas şərtlərindən biri düzgün qidalanmadır. Düzgün və keyfiyyətli yem isə hardadır? Ağdaş yem fabrikində. İşim bitdi, üst başımı təmizlədim və keçirəm o biri yem istehsalı sexinə. Burada avtokara görən kimi dedim ki, yükləri özüm daşıyacağım. Vaxtında gəlib çıxmışam deyəsən. Müştəriləri yem alıb aparmağa gəlib. Mən də özümü verdim qabağa. Deməli, bura Ağdaşda Agroderinin yem fabrikidir. Biraz əvvəl quşçuluq təsərrüfatı üçün yem istehsalı ərazisindəydim. İndi isə burada iri buynuzlu, xırda buynuzlu heyvanlar üçün deməli yem istehsal olunur. Orada proses gedir. Səbuy qardaşın əlindən maşınını almışam. Ay Səbuy, nə var, nə yox? Salam əleykum. Nəsə gətirdi qar? 20 dənə toğu çökətməsi var, qoyun yeri.
də həmin maşında belə. 20 dənə nə var? Toğlu çökətmə, qoyun yemi. Toğlu kökəltmə. Uzara getsə. Uzara gedəcək. Bəli. Müştəri gəlib deyəsən. Bəli. İndi sən bunu daşımalısan ora. Bəli. Olar mən daşıyım. Olar. Hamısını bilmirəm, amma heç olmasa birini mən daşıyım. Birini. Toğlu kökətmə 20 dənə götürərsiniz, 200 dənə. O tərəfdədir. Bəli. Burada öyrəndim ki, istər xırda, istərsə də iri buynuzlu heyvanlar üçün ayrı-ayrılıqda yemlər istehsal olunurmuş. Məsələn, yerli heyvanlar üçün yem ayrıdır, xarici və daha çox süd verən cins heyvanlar üçün tam fərqli. Quzu, çəpiş yemləri də var. Mən indi toğlu kökətmə yemini daşıyıram. Əməlli başlı işdir. Bu yemlərin tərkibi zülal, vitamin, minerallarla zəngindir. Bu da heyvanların daha da yaxşı bəslənməsinə, süd verməsinə, bir sözlə təsərrüfatçının yüksək nəticə əldə etməsinə kömək eləyir. Kəndliyə, fermerə daha bundan artıq nə lazımdır? Əgər sən öz təsərrüfatında bu cür yemləri hazırlaya bilmirsənsə, dərd eləmə. Ağdaşda yem fabrikində yüksək peşəkarlıqla hamısı hazırlanır. Burada mütəxəssislər də var. Gəlirsən, lap gəlməzdən əvvəl zəng eləyirsən. Deyirsən ki, mənə bu yemlər lazımdır. Suallarına cavablandırırlar, məsləhət də verirlər. Hətta lazım gəlsə maşına qoyub özləri də göndərirlər. Bax belə. Ağlımdan belə bir sual keçdi ki, görəsən bu qədər yemi satışa göndərməzdən əvvəl yoxlayırlar. İraq olsun birdən nəsə düz olmadı yemin tərkibində. Onda vay fermerin halına. Elə bunu düşünmüşdüm ki, mənə dedilər ki, ay kənd adamı, keç bizim bir laboratoriyaya da bax. Siz elə bilirsiniz, yem elə dolduruldu torbalara, aparıldı bazarlara, satıldı. Elə deyil. Bax burada əməlli başlı bu yemi analizdən keçirirlər. Fiziki, kimyəvi analizlər var. Müasir avadanlıqlar tam standartlara cavab verən analiz aparatları. Burada xam mal, sonradan istehsal olunan yem hamısı yoxlanılır. Bax buna deyərəm məsuliyyət. Elə belə də olmalıdır. Həmişə demişəm və deyirəm də, ölkəmizdə nə qədər belə istehsal müəssisəsi çox olsa, bir o qədər aqrar sahə çox inkişaf eləyəcək. Dövlətin də dəstəyi öz yerində. Belə fabriklərin sayı çox olsun ki, kənd adamı da gedib, çəkib sizə göstərsin. Ağdaşdan bugünlük sağollaşıram. Növbəti rayonlardan videolarımızı gözləyin. Salamat qalın.